Değerli izleyiciler, Pancomi TV YouTube kanalına hoş gelmişsiniz. Zəhmət olmasa videonu axıracan izləyin və bəyənməyi unutmayın. Dəstəyiniz üçün təşəkkür edirik. Pancomi TV-nin xarici Kivlə istinadla xəbərinə görə 136-dan çox elmi nəşri və 400 min nəfərdən çox insanı əhatə edən araşdırmanın nəticələri göstərib ki, müasir texnologiyalarla fəal ünsiyyət quran yaşlı istifadəçilərdə koqnitiv pozuntular riski texnologiyalardan uzaq duranlarla müqayisədə 58% aşağıdır. Baylor Universitetinin Psixologiya və Neyroelmlər üzrə dosenti Dr. Michael K. Scarlin qeyd edib ki, yaşlı insanlar texnologiyanı öyrənməkdə çətinlik çəkir və bəzən bu çətinliklər onları qıcıqlandırır. Lakin onun sözlərinə görə məhz bu koqnitiv çətinlik zehni fəaliyyəti aktivləşdirir və intellektual formanın qorunmasına kömək edir. Pakistan Hərbi Dəniz Qüvvələri HDQ Hindistandan gələn potensial təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq üçün ölkənin əsas limanlarında geniş hərbi təlimlər keçirib. Pancomi TV xəbər verir ki, bu barədə xarici Kivlər məlumat yayıb. Pakistan ordusunun verdiyi məlumata görə 2 günlük təlimlərin məqsədi kritik dəniz obyektləri üçün mühafizə prosedurlarını gücləndirmək olub. Limanlarda təhlükəsizlik təlimləri Pakistan Dəniz Piyadaları Korpusu SSKN və Dəniz Aviasiyasının iştirakı ilə Pakistan HDQ-nin sahil komandanlığının nəzarəti altında təşkil edilib. Hindistandan gələ biləcək təhdidlərə diqqət yetirilən təlimdə dəniz taktiki manevrləri, dənizdə fövqəladə hallar zamanı mesajların göndərilməsi və qəbulu ilə bağlı təlimlər, taktiki birləşmələrin yaradılması kimi fəaliyyətlər yer alıb.